Biləsuvarda Ağ-Qızıl əməliyyatı bələdiyyə sədri ilə müavinin işbirliyi. Biləsuvar rayon Əsgərabad bələdiyyəsi ilə bağlı şok doğuracaq qısa məlumat yayılıb. Belə ki, bələdiyyə sədri Mirəşrəf Mirsultanov vəzifə səlahiyyətlərini aşaraq bələdiyyə mülkiyyətində olan örüş torpaq sahələrini çəkinmədən oğlu Mir Mahir və qudası Peagro MMC-nin direktoru Şakir Sultanova satıb. Baş verən olaylar Biləsuvar rayonunda və Əsgərabad kəndində böyük narazılıqla qarşılanıb. Örüş torpaqlarının üzərində pambıq tədarükü məntəqəsi və MMC-yə məxsus pambıq emalı zavodu tikilib. Bələdiyyə sədri Mirsultanov oğlu Mir Mahir və oğlunun qaynatası Şakir Sultanov kənd sakinlərinin haqlı narazılıqlarını qəbul etmir və əlavə olaraq öz qanunsuz əməllərini davam etdirirlər. Saxta bələdiyyə sənədləri ilə emal zavodu ilə pambıq müqavilələri bağlanmış, olmayan pambıqları təhvil vermişdilər. Bir faktı da qeyd edək ki, qudalar saxta yollarla külli miqdarda pul vəsaitini şəxsi hesablarına köçürüblər. Maraqlı məqam ondan ibarətdir ki, həmin vəsaitin bir hissəsi dövlətdən ayrılan subsidiyadır. Təbii ki, məsələ ilə əlaqədar hüquq mühafizə orqanları, bir sözlə baş prokurorluq dərindən araşdırmalar aparmalıdır. Nəzərinizə çatdıraq ki, sıradan bir bələdiyyə sədri heç bir halda dövlətə bu qədər zərbə vurmaq imkanında deyil. Apardığımız araşdırmalar zamanı məlum oldu ki, bələdiyyə sədrinə Biləsuvar rayon icra hakimiyyətinin başçısı Faiq Qürbətov və birinci müavin Azər Cəfərli himayədarlıq etməklə yanaşı, bələdiyyə sədrini qanunsuz yola davam etməyə vadar edirlər deyə dosya org saytında yayımlanan məlumatda qeyd olunur. Səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.